Salam, mən Məmmədzadə Fəridə, IT Brains Akademiyada Bulletin təlimçisiyəm. Bugün sizlərlə birlikdə Bulletin təlimimizin ikinci mövzusuna baxacağıq. Bu mövzuda biz malverin növləri haqqında danışacağıq və sonunda kiçik bir laboratoriya işimiz olacaq. Birinci dərsdə biz sizinlə öz cihazımızda bir fayl yaratmışdıq, hansı ki bu fayl antiviruslar tərəfindən zərərli kimi detektiv olunurdu və onun ilkin mərhələdə analizinə baxmışdıq. Birinci dərsdən sonra tələbələrimdə fikir verdiyim bir nüans oldu ki, onlar zərərli faylların hər birinə virusla xitab edirlər, amma bu düzgün deyil. Zərərli faylların çoxlu növləri var və hər birində adı müxtəlifdir. Adı müxtəlif olduğu kimi də texnikaları müxtəlifdir, arxada gedən proseslər müxtəlifdir. Buna görə də bir bulletin əməkdaşı kimi biz bu fərqləri anlamalıyıq. Elə isə gəlin başlayaq. Ümumi olaraq malverin 12 dənə əsas tipi var. Mən bugün bu dərsdə sizə 6-sını izah edəcəm, digər 6-sını isə siz özünüz araşdıracaqsınız. Birinci başlayaq troyanlardan. Əslində, əgər aramızda tarixlə biraz maraqlananlar varsa, bəlkə bu haqqda məlumatı var. Troyan adının özü Yunan mifologiyasına əsaslanır. Yunanlılar Troya şəhərinə hücum eləyirlər və uzun süren müharibə nəticəsində heç bir tərəf qalib gələ bilmir. Nəticədə nə olur? Yunan belə bir fikir irəli sürür ki, bir at fiquru hazırlayır. Burada dərslikdə ekranda sağ-aşağı küncdə görürsünüz və ora öz əsgərlərini yerləşdirir. Sanki sülh bağlamaq istəyirmiş adı ilə bu Troya fiqurunu, Troya atını bir növ şəhərə göndərir. Axşam vaxtı əsgərlər bu atın içərisindən çıxırlar və bir növ şəhəri içəridən fəthələmiş olurlar. Yəni burada verilməli olan mesaj budur ki, bəzən zərərsiz kimi görünən bir şeylər həqiqətən də zərərsiz olmaya bilər. Burada məntiq eynidir. Məsələn, deyək ki, siz bir oyun yükləmək istəyirsiniz və yaxud da bir proqram yükləmək istəyirsiniz. Deyək ki, bir oyun yükləmək istəyirsiniz, amma buna pul vermək istəmirsiniz. Bu zaman nə edirsiniz? Gedirsiniz pirat saytlardan, legit olmayan, rəsmi olmayan saytlardan müəyyən faylları və yaxud da proqramları yüklüyorsunuz və quraşdırırsınız, istifadə edirsiniz. Əslində hər şey çox normaldır, düzdür, heç bir problem yoxdur. Amma arxada nələr olduğunu bilə bilmərsiniz. Məsələn, troyanların arxada etdiyi fəaliyyətlərdən biri də sizin brauzerinizdə saxladığınız şifrələri oxumaqdır. Məsələn, mən elə Chrome brauzerində sizə bir nümunə göstərim. Bura gəldikdə 3 nöqtəni bassaq, Passwords and Outfill hissəsində Google Password Manager var. Bura daxil olduqda siz öz Chrome Google brauzerinizdə saxladığınız passwordları görə bilərsiniz. İndi hal-hazırda burada saxlanmış password yoxdur, görsənmir. Bu faylları məsələn oxuya bilər, bunun davranışlarından biri. İkinci olaraq sistemə ikinci bir giriş əldə edə bilər. Yəni bu nə deməkdir? Məsələn, deyək ki, siz faylı yüklədiniz. Fayl özü zərərli deyil, amma bu sizin yüklədiyiniz troyan sistemə ikinci bir zərərli fayl yükləyə bilər. Hansı ki, zərərli fəaliyyəti yerinə yetirəcək bir malicious fayl yarada bilər və bu da artıq sizin sisteminiz üçün böyük bir təhlükədir. Eyni zamanda brauzerinizin sessiyalarında toplaya bilərlər. Bunu biz çox vaxt hansı nüanslarda görürük? Məsələn, istifadəçilər cracked softwareləri yükləyirlər legit olmayan saytlardan. Bunun nəticəsində troyan onların cihazlarına düşür. İkinci bir malware tipi, əslində siz bunu böyük ehtimal ki, həyatınızda bir dəfə də olsun, ya özünüzdə, ya tanışlarınızda, ailə üzvlərinizdə görmüsünüz. İstir telefon olsun, istir kompüter olsun, dayanmadan reklamlar çıxır. Bu ola bilər ki, kiçik 10 saniyəlik, 15 saniyəlik videolar şəklində olur və yaxud da hər hansısa bir proqramı sizə reklam edir ki, bunu pulsuz şəkildə yükləyə bilərsiniz və s. Məsələn, telefon nümunəsinə baxaq bu formada. Hətta bəzən bu reklamlar o qədər çox tez çıxmağa başlayır ki, normal fəaliyyətimizi belə davam etdirə bilmirik. Bunlar adverlərdir. Adverlər istifadəçiyə istəmədiyi reklamları göstərən zərərli bir malware tipidir. İlk baxışda bəzən sadəcə sadə bir reklam kimi görsənə bilsə də, əslində olduqca təhlükəlidir. Niyə? Çünki adverlər sizi legit olmayan saytlara yönləndirə bilər. Hansı ki, siz bu saytlara daxil olduğunuz anda heç bir yeri klikləməsəniz belə avtomatik olaraq sizin cihazınıza malicious fayl yüklənə də bilər. Bundan başqa mənfi cəhətləri bundan ibarətdir ki, adverə düşən cihazlarda internet sürəti zəifləyir, cihazın bateriyası, belə deyim, enerjisi çox tez şəkildə tükənir. Bu adverlər əsasən pulsuz proqramların üstündə gəlir. Yenə troyan misalında çəkdiyimiz kimi siz hər hansısa bir legit olmayan saytlardan hər hansı bir proqram, exe, fayl yüklədiyiniz zaman onun üzərində gəlir. Sizin xəbəriniz olmur. Bir də görürsünüz ki, dayanmadan reklamlar çıxmağa başlayır. Bir digər malware tipimiz isə ransomware-dir. Ransomware adını bəlkə eşitmisiniz. Ransomware istifadəçinin fayllarını şifrələyən və nəticədə də bunun qarşılığında pul istəyən bir malware növüdür. Təsəvvür edin ki, bir işçisiniz, səhər şirkətə gəlirsiniz, kompüter açırsınız, bir də baxırsınız ki, bütün fayllarınızın extensionu, yəni uzantısı dəyişib, hər hansı bir fayla daxil olmaq istəyirsiniz, lakin ekrana bir pop-up çıxır və pop-upda yazır ki, bütün fayllarınız şifrələnib. Əgər bu fayllara şifrədən açmaq istəyirsinizsə, bu Bitcoin hesabına müəyyən qədər bu məbləği köçürün.
Təcrübələrə əsaslanaraq deyə bilərəm ki, həmin orada qeyd olunan Bitcoin hesabına qeyd olunan məbləği köçürmək heç də nəticədə sizin fayllarınızın şifrədən açılmasına gətirib çıxartmır. Yəni attacker, yəni hücumçu belə bir vəd versə də, siz pul köçürdükdən sonra belə sizin fayllarınız şifrədən açılmır. Bəs deyə bilərsiniz ki, ransomware hücumlarından necə qorunaq? İlkin olaraq siz sisteminizin, cihazınızın backup'ını saxlamalısınız. Yəni bir növ nüsxəsini əgər başqa dildən demək lazımdırsa. İkinci olaraq siz şirkətinizdə və yaxud da sisteminizə nəzarət edən təcrübəli kiber təhlükəsizlik mütəxəssisləri saxlamalısınız öz şirkətinizdə. Məsələn, bir növbətçisi siz ola bilərsiniz bunlardan biri. Üçüncü isə siz sisteminizdə təhlükəsizlik həllərindən, təhlükəsizlik alətlərindən, toollarından istifadə etməlisiniz. Bu ransomware çox vaxt şirkətlərə phishing vasitəsilə daxil olur. Hansı ki, phishing mövzusunda biz növbəti dərslərdə keçəcəyik. Bu arada əgər sizin də toxunmaq istədiyiniz mövzular varsa, danışmağımı istədiyiniz, izah etmək istədiyiniz mövzular varsa, onları qeyd edin. Gəlin dərsdə onlara birlikdə baxaq. Bir də ransomware-də burada bir sualım olacaq sizlərə. Təbii ki, bu ilkin başlayanlar üçün bir qədər çətin ola bilər, amma əgər videomuzu izləyən daha üst səviyyə, daha belə deyim, təcrübəli mütəxəssislərimiz varsa, onlar öz fikrini şərh bölməsində qeyd edə bilərlər. Deyək ki, bir şirkətdə Bluetooth əməkdaşısınız və belə nəzərə alaq ki, şirkətinizin IDR və XDR yoxdur və sizdən xahiş olunur ki, siz ransomware detekt edən bir rul yazasınız. Burada sizdə konkret SIEM yəni SIEM məntiqi istəmirəm, demirəm AQL olsun və yaxud SQL olsun, fərqi yoxdur. Sadəcə mənə burada sizin yanaşmağınız önəmlidir, məntiq önəmlidir. Bu suala cavab verərkən məsələn ransomware işləmə mexanizminə diqqət yetirə bilərsiniz. Səhv fikir yoxdur, sadəcə müəyyən aspektlərdən yanaşma var. Bir digəri isə virus. Hamımızın virus dediyi bu virus görək nədir, necə olur? Virus ümumiyyətlə hər hansı bir fayla attached olmuş, yəni yapışmış şəkildə gəlib bizim cihazımıza düşür. Və bu virusun aktivləşməsi üçün biz həmin fayla və yaxud da fayla 2 dəfə tıklamalıyıq, açmalıyıq və yaxud da ki, proqramdırsa proqramı başlatmalıyıq. Bu zaman virus aktivləşir bir növ, belə deyək. Və virus bizim cihazımızdakı digər faylların da özünü kopyalaya gedir. Yəni belə izah edeyim. Məsələn, sisteminizdə 5 dənə fayl var. A, B, C, D, Y faylları və A faylı viruslu fayldır. Siz o A faylına 2 dəfə basdınız, virus aktivləşdi. Virus avtomatik arxada özünü B, C, D, Y fayllarında yapışdıraraq davam edir. Və daha sonra siz o B, C, D, Y fayllardan hər hansısa birini iş yoldaşınıza, dostunuza göndərsəniz, o da eyni formada öz cihazında əgər həmin faylı 2 dəfə üstünə klikləsə, ranlasa, açsa, yenə onun cihazında olan, məsələn, A1, B1, C1, D1 fayllarda viruslar yoxlayacaq. Növbəti olaraq isə burada USB drop adlanan bir atak vektorundan danışmaq istəyirəm. Bu maraqlıdır və real həyatda da bunlarla qarşılaşa bilirik. Deməli, burada proses necə gedir? Attacker və yaxud hücumçu bir flash götürür, bir USB götürür, belə deyək və bu USB-yə içərisinə istədiyi zərərli bir faylı yazır. Daha sonra bu USB-ni şirkət yaxınlığındakı ərazilərə, məsələn, şirkətin girişinə, qaraj hissəsi varsa, qaraj hissəsinə yerə atır, qəsdən atır və şirkətə daxil olan istifadəçilər yerdə bu USB-ni görür, sırf marağa bu USB-ni götürür, şirkətə girir və şirkətdəki kompüterə bunu taxır. Və fayla 2 dəfə basması kifayətdir ki, bütün sistem artıq təhlükə altında düşsün. Hətta real bir nümunə deyim ki, şirkətlərdə çox vaxt bu USB portu bloklanır ki, istifadəçi hər hansısa bir icazəsiz USB-ni gətirib cihazı taxa bilməsin və müəyyən icazələrlə ancaq bu USB porta icazə verilir ki, istifadəçi hər hansısa bir USB-ni taxsın. Növbəti olaraq wormlardan danışaq. Worm nədir? Worm elə bir malware növüdür ki, bu şəbəkə üzərindən öz-özünü kopyalayaraq gedir. Baxın, virusla bunu qarışdırmayaq. Virus da sadəcə həmin cihazdakı olan faylları özünə attach edir, özünü yapışdırır, belə deyim. Amma worm bütün şəbəkə tərk edə bilər. Misal verim. Məsələn, mən bir şirkətdə işləyirəm, gəlmişəm və cihazıma worm düşüb. Gəldim şirkətə, kompüterimi açdım, şəbəkəyə qoşdum. Hər hansı bir faylı kiməsə göndərmə ehtiyac yoxdur. Mən heç nə eləməsəm belə, worm şəbəkə üzərindən özü yayıla bilər. Yəni, məsələn, yanımda oturan digər istifadəçinin cihazına, departament müdürümün, digər departamentlərin, yəni bütün işçilərə şəbəkə üzərindən həmin şəbəkədə təbii ki, hansı cihazlar varsa, asanlıqla onların hər birinə yayıla bilər. Sonra deyək ki, mən şirkətdən çıxdım, cihazımı da özümlə götürdüm, getdim. İndi evdə işləyirəm, evdəki şəbəkəyə qoşdum cihazımı. Yenə eyni formada. Yenə bu worm şəbəkə üzərindən mənim evdəki hər hansı bir ailə üzvünün cihazı varsa, ona da yayıla bilər. Yəni burada xüsusilə hər hansı bir faylı və s. atmağa virusa kimi ehtiyac yoxdur. İndi isə mən sizə kiçik bir praktiki lab göstərmək istəyirəm. Bu labı göstərən zaman Let's Defend platformasından istifadə edəcəm. Let's Defend platforması bizim öyrəndiklərimizi praktik olaraq tətbiq edə biləcəyimiz bir platformadır. Ümumiyyətlə tədris müddətimiz boyunca biz
Less Defender olsun, TryHackMe olsun, Cyber Defender olsun, Hackthebox kimi bir neçə platformalardan istifadə edirik. Girib sayda login ola bilərsiniz öz mailinizi, username-inizi və parolinizi yazaraq. Mən artıq daxil olmuşam. Bizim bu günləri işləyəcəyimiz labın adı malicious documentdir. Bu formada yazırıq. Laba daxil olaq. Lab environment-ına connect oluram. Connect olmaq bir qədər çəkir, bir neçə dəqiqə. Connect olandan sonra yenidən davam eləyək. Labımız yükləndi. Bizə bir virtual maşın verir. Mən bu virtual maşını daha rahat görmək üçün böyüdəcəm, yeni tabda açacağam. Burada kiçik bir lab haqqında məlumat verib, bizə faylımızın pəsini verib ki, harda yerləşir. Root, desktop, challenge faylının içərisində factor.zip var. Passwordumuz isə infecteddir. Və biz burada birinci dərsdə virus totalından tanışlıq eləmişdik. İndi də həmin saytdan istifadə edərək bu aşağıdakı suallara cavab verəcəyik. Əgər həmin dərsə baxmamısınızsa, həmin dərsə baxmağı məsləhət görürəm. Gəlin zip faylımızı açaq. Parol yazıram. Parol infecteddir. İndi virus total saytına daxil olacağam. Faylımın analizi üçün faylımı tutub burada sürükləyib gətirib buraxacağam. Lab bəzən dona bilər, bu virtual mühitdir deyə bəzən donmalar yaşanır. Hazırda mənim də cihazımda biraz donma var. Deməli, ilk ekranda nəyi görürük? Bir də üstündən keçək. Burada ən birinci diqqətimizi çəkən nə olur? 44.62 qırmızı yazılarla yazılıb. Bu nə deməkdir? Yəni 62 antivirus vendorundan 44-ü bunu zərərli fayl kimi detekt edib. Burada faylımızın hashini görürük. Altda factora.doc adını görürük. Biraz aşağı sürüşdürsək, antiviruslar tərəfindən belə deyim, məlumatlar görürük bu fayl haqqında. İlk sualımıza baxaq. Sualda bizdən nə istəyir? Sualda bizdən soruşur ki, maşında bu runlanan faylın hansı tip exploitdir? Yəni exploit'in bir növünü soruşur. Exploit terminini izah edeyim, əgər aydın deyilsə. Exploit proqrama və yaxud da sistemdə olan hər hansı bir zəiflikdən istifadə edərək sistemin sızma üsuluna deyilir, belə deyim, yoluna deyilir. Burada da bizə onun tipini soruşur. İlk baxanda diqqətimizi nə çəkir? Burada RTF malform a.gen, sonra biraz baxsaq yenə RTF exploit. Baxaq görək başqa nələr var. Ümumi göz gəzdirirəm hələ ki. CVE nömrəsi var. CVE-nin nə olduğu haqqında məlumat verəcəm. Yenə RTF exploit. Burada açıq formada görürəm ki, exploit'im RTF exploit'dir. Bunu kopyalayıb da yapışdıra bilərəm və yoxud da yazacağam. Növbəti sualımıza keçək. İndi isə bizdən soruşur ki, exploit'imizin CVE kodu nədir? CVE kod nədir? Bir növ çıxan bu vulnerability zəifliklərə uyğun olaraq bir CVE kod çıxır. Yəni CVE bir ID kimi düşünə bilərsiniz, bir nömrə düşünə bilərsiniz. Məsələn, necə izah edeyim? CVE-də məsələn yazılır. Bir dəqiqə bunu refreshləyim, ekranım böyüsün, daha rahat görmək üçün. Məsələn, CVE-nin nömrəsi qeyd olunub. CVE 2017 11882. Bunu formada yazım. Bu nədir? Bu 2017 gördüyünüz CVE-nin çıxdığı ili göstərir. Yəni əgər məsələn bu boşluq 2026-cı ildə çıxsaydı, nömrələnəndə həmin boşluğa 2026 yazacaqdıq. Bu tirədən sonra yazılan bu rəqəm var, 11882. Bu isə onun ID-sini göstərir. Yəni belə başlayalım. 2017-ci il daxil olanda boşluqlar çıxmağa başlayır və hər birini yazırlar. 1, 2, 3, 4, 5 bu formada nömrələyirlər. Və 11882-ci boşluq bu boşluq olub. Bunu da gəlib burada qeyd eləyək.
Yəni gördüyünüz kimi sadəcə bütün məlumatları virus tutaldan götürürəm hələ ki. Aha. Bizə 3-cü sualda soruşur ki, deməli, faylın sistemdə run olması nəticəsində internetdən yüklənən zərərli software adı nədir? Yenə VirusTotal daxil oluram. Bütün məlumatları buradan əldə edəcəm. Birinci tab detection tabı idi. Bu tabda bütün olan məlumatlarımı nələri ki cavablandıra bilərəm, cavablandırdım. Növbəti tablara baxaq. Ümumiyyətlə sualın özünü oxuyanda məndə artıq bir fikir yaranır ki, mən hansı taba baxmalıyam? Niyə? Çünki sualda məndən bu Faktoradokun, yəni zərərli faylın davranışını soruşur. Yəni bu Faktoradok işə düşəndən sonra gedir neyinir? Məsələn, arxada nə proseslər görüb? Məndən soruşur ki, bu həmin o Faktoradok işə düşəndə arxada gedib internetdən bir dənə fayl yükləyib. Bu faylın adını soruşur. Bu sualın özü görsənir ki, yəni Faktoradokun arxada behavioruna əsaslanır. Yəni behaviorundan gələn sualdır. Ona görə mən behavior tabına keçəcəm. Müəyyən müddət bunu işləyəndən sonra artıq sualın özündən tutmaq olur ki, sizə lazım olan məlumat hansı tabdadır. Biraz aşağı düşürəm. Burada müəyyən məlumatlar görəcəksiniz. Məsələn, HTTP requestləri görürük. Yəni HTTP request nə deməkdir? Bu bizim Faktoradokumuz işə düşəndən sonra, aranandan sonra arxada internetdə haralara sorğu atıb. Elə bizə də tam olaraq sualda bunu istəyir. Deyir ki, internetdən hansı faylı gedib də artıq oxuyub çəkib. Get metodu ilə gördüyünüz kimi seedbc.com domeyninə daxil olub və jan2.exe belə deyim faylını yükləyib. Yəni əgər siz bu getdi, postdu, bu haqqda məlumatınız varsa, avtomatik bunu görəndə başa düşürsünüz ki, get sorğusu göndəribsə, deməli həmin faylı çəkir. Deməli bizim yüklənən faylımızın adı nədir? jan2.exe. Gəlirəm eyni formada bura qeyd edirəm. Keçək növbəti suala. Növbəti sualda deyir ki, IP adres, hansı IP adreslə kommunikasiya yaratmağa başlayıb və port nömrəsini də eyni anda istəyir. Biz deməli bura bir IP yazacağıq, bir də port istəyəcəyik. Bir də burada answer formatda bizə göstərir ki, bizim yazacağımız cavab hansı formatda olmalıdır. Yəni belə deyim də, məsələn, biz bu taba keçək bir dənə yenidən. Burada məsələn IP trafik görürsünüz. Baxın. Bu burada müəyyən qədər saytlara müraciət edib. Burada çox IP ünvanı var. Düzdür, biz bilmirik ki, bu dəqiqə bizdən hansını istənir. Amma formata baxaraq təxmini başa düşə bilərsiniz. Formatda görürəm ki, IP-dən sonra 2 nöqtə, hansı ki bu qoşu nöqtədən sonra bizdə port nömrəsi gəlir. Port nömrəsi 2 rəqəmlidir. Yəni burada da keçid edib baxsam, baxacağam ki, bunlar 443-dür, 443-dür. Hansı ki, bunlar mənə lazım deyil. Burada bir dənə 80 portunu görürəm. 185, 36, 74. Bunu belə kopyalamağı da bu arada sizə öyrədim. Burada kopyalayandan sonra birbaşa əgər yapışdırmaq istəsəz yapışmayacaq. Gəlib bu hissədən yenidən kopyalamalısınız. Demək ki, bu cavab düzgün deyil. Digər cavabı götürək. Çünki burada 80 portu ilə 2 dənədir. Digəri isə budur. Bunu bu arada cavabın formatından da görə bilərdik ki, bu sonuncu oktet var. Əgər IP dərsində məlumatlısınızsa, sonuncu oktet 2 rəqəmlidir. Bayaq bizim yapışdırdığımızda sonuncu oktet 3 rəqəmli idi. Çünki sonuncu oktetə baxın, göstərim bir də sizə. Sonuncu oktet burada 115 idi. Bu oktet 3 rəqəmli idi. Orada amma biz cavab formatında görürük ki, sonuncu oktet 2 rəqəmli olmalıdır. Boşluq qalmışdı, space qalmışdı deyə cavabı düzgün götürmürdü. Cavab yapışdıranda bu kimi şeylərə diqqət edin. Bəzən hətta böyük hərf, kiçik hərf məsələsində də olur ki, cavabı düz yapışdırsanız belə səhv deyir, əgər böyük kiçik hərf söhbəti olarsa. Burada bizdə drop olunan exe-nin adını istəyir. Yəni bu nə deməkdir? Hücumçu gizli şəkildə sistemə hansı faylı yerləşdirib bir növ. Onu da yenə eyni formada behavior hissəsindən baxacağam. Biraz aşağı düşək. Burada müəyyən məlumatlar var. Burada URL-lər görürük. Məsələn, açılan fayl adlarını görürük. Məsələn, hansı faylları sistemdə açıb.
yeni yaradılan, yazılan, içi dəyişdirilən file writing hissəsində həmin faylları görürük. Biraz da aşağı düşək. Məsələn, silinən faylları görürük file selected bölməsində və file stored bölməsində bütün fayllar görsənir. Hətta bəzən aşağıya oxunanda bunu açıb daha bütün faylların hamısını görə bilərsiniz. İndi burada cavab formatımıza baxaq. Deməli, bizim axtardığımız cavab formatına əsasən extension 3 rəqəmli olacaq. Böyütmə ki, bu exe-dir. Onsuz da özü deyir exe name, yəni faylın formatı bəllidir, exe. Faylın adı isə yenə 3 hərfli olacaq. Burada çox fayl drop eləyib, yenə cavab formatına uyğun olaraq seçirik. Burada arrow exe görürük. Bu hissədə belə göstərim. Cavabımı yoxlayıram. Bitdi. Bugünlük dərsimiz bu qədər. Bugün biz nə etdik? Malware'nin əsas tipləri ilə tanış olduq və sonda da kiçik bir lab işlədik. Bu platformadan və yaxud da adını çəkdiyim TrackMe, CyberDefenders kimi digər platformalardan istifadə edərək də öz biliklərinizi yoxlaya bilərsiniz. Ümid edirəm ki, video sizin üçün aydın oldu. Hələlik.